Hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yeni gündən, yeni bir vloqda xoş gördüm hər birinizi. Yenə də gecikmiş bir vloq ilə qarşınızdayım. Deməli qızlar, bu vloqu 2 gündən ibarətdir. Yarıya qədər, yəni çoxdan çəkmişəm və vloqu tamamlaya bilmədiyim üçün paylaşa bilmirdim. Və tam üstündən 10 gün keçdikdən sonra yenə də bir başqa gündən çəkdiyim vloqu da əlavə etdim üstünə ki, bu vloqu tamamlayım, nəhayət ki təqdim edim sizə. Yəni bu vloqun yarısına qədər olan çəkilişi, yəni bir günü tamamlaya bilmədiyim üçün artıq hətta silmək istirdim. Neçə vaxtdır ki qalıb telefonda. Silməyə də əlim gəlmirdi. Dedim elə ən yaxşısı başqa gündən də yenə də biraz vloq çəkim, əlavə edim. Bir vlog kimi paylaşım. Yəni 2 günün, yəni 10 gün aralıqla olan bir vloqdur. 2 günün vloqudur. Çıxmışdım güya ki yürüyüşə və orada da vloq başlatdım. Gəzə-gəzə dedim həm yürüyüş edim, həm də gedim Ayxan marketə ehtiyac olanları alım. Və elə gəzə-gəzə Ayxana getdim, alış-verişimi edib, gəzə-gəzə də qayıtdım. Həm alış-veriş etdim, həm də ki yürüyüş etmiş oldum. Burada da elə bilirsiniz bu aralar sağlam qidalanmadayım, yəni pəhrizdəyəm. Özümə də burada pəhriz üçün ərzaqlar almışam. Həm bir-iki ev üçün lazım olanları aldım, həm də özüm üçün ərzaqlar aldım. Məsələn belə dietik kəsmikdir, çovdar çörəyidir, pəhriz lavaşıdır, qreçkadır falan, bir sözlə hamısı bu mənə aiddir də, bu ərzaqların çox hissəsi. Bu almanı da özüm üçün almışam. Qızlar, bu almanın sortunun adı Furjadır. Deyərdim ki sizə bəlkə də indiyə kimi yediyim ən dadlı alma növüdür. Həm belə sulu, həm şirin. Yəni bəlkə də yemişəm, indiyə kimi adını bilmirdim. Və bir dəfə alarkən adını görmüşdüm deyə yadımda qalmışdı və almanın dadı çox xoşuma gəldiyinə görə artıq gedəndə axtarıram ki, Furja alması olsun. Belə qızlar da sonra oradan qaydanda da obaya girdim. Obadan da bir şey aldım. Daha doğrusu elə yolda yoldaşımla rastlaşdıq, bir yerdə girdik. Clar'ın təmizləyicisini, bir də bu qab yuyan mayəsini artıq 2-ci dəfə də alıram. Çox bəyənirəm Clar qab yuma vasitəsi. Ümumiyyətcə Clar'ın bir çox məhsulları xoşuma gəlir. Həm də ki sərfəlidir. Ona görə elə həm ucuz, həm sərfəli olsun deyə Clar alıram. Yəni ucuzluqdan da əlavə əsas odur ki, keyfiyyətlidir, işmə yarayır bir sözlə. Onu da deyim ki, yəni Clar məhsulları bilməm, başqa yerdə görməmişəm, amma ancaq oba marketlərdə ən çox satılır. Və dediyim kimi yolda yoldaşımla rastlaşmışdım. Obaya elə girdim ki, bu qab yuma mayəsi falan alım, təmizlik vasitələri alım. Yoldaşım da biraz şirniyyat götürdü. Həm özü üçün, həm uşaqlar üçün. Təbii ki, mən yemirəm, uşaqlar özünə. Mən orada bonjour götürdü. Bilir ki, bonjour mənim ən sevdiyim şirniyyatdır. Amma daha sonra evə gələndən sonra yadına düşdü ki, elə evdə gəlib paket açanda görürəm ki, bonjour alıb. Dedim, sən bilmirsən ki, mən diyetdəyəm, sən acıq almısan bunu. Neysə yemədim, onu da uşaqlar yedi. Və bunları da qızlar Ayxandan almışdım. Bu təmizlik bezlərim qutarmışdı. Baxdım ki, endirimdədir. Bir paçka götürdüm. Sən demə endirim deyilmiş. Qiyməti ucuz görüb həvəsləndim mən də. Sən demə 50 ədəd, yəni 100 ədədlisin həmişə alıram. Bu 50 ədədli imiş. Ona görə də qiyməti ucuz imiş. Neysə onu da evdə gördüm ki, səhv götürmüşəm. Və bir də yumurtalar üçün belə dedim, bu dəfə boyanmayacağam, ancaq belə bunlarla yəqin ki bu strejlərlə yumurtaları boyayaram. Hər il rənglə boyayıram. Bu dəfə belə olsun dedim. Və bir də səməni üçün belə göbələklər aldım üstünü vəzəməyə. Nəsə qızlar, bilmirəm, hamıdan necədir, məndə bu il bayrama biraz həvəs bir o qədər də yoxdur. Bəlkə də ondan irəli gəlir ki, bu aralar yəni, ayaqlarım çox ağrıyır. Həm iki dizlərim, həm davandan yuxarı qalxan bir dizin necə ayağın arxadan sinirdir, nədir bu? Ölün içinə bəzən tutur, incidir məni, çox ayaq üstə qala bilmirəm. Bir sözlə, bəlkə də ona görə heç həvəsim yoxdur heç nəyə.
Ona görə də yürüyüşlərin çoxunu ona görə edirəm bəzən ki, damarlar açılsın, bəlkə də nə bilim yığılıb damar falan elə düşünürəm. Ona görə də yürüyüşləri çox edirəm. Təsiri də olur. Yəni inşallah ki düzələr. Və belə bir paçkada bundan barım idi. Vermişdim qaynanama deyə. Təzədən özümə bir də belə boşqab strejləri, yəni salafanları da aldım rezinli olandan. Aldıqlarım bu qədər oldu və daha sonra keçdim yeməyimi də hazırladım. Ərişdəli, döşəməli plov hazırlamışam burada. Özüm üçün də ayrı, düzdür təbii ki bu evdəkilər yeyəcək. Özüm üçün də ayrı qreçka dəmə qoymuşam, pəhrizdə olduğum üçün. Və belə qreçkanın içinə də ətli, kökdür, hətta gülkələn falan, soğan, hər şey atıram. Yağ falan, duz falan atmıram, elə buğda pişir, yəni dəmlənir. Əti tərəvəzləri də içinə ona görə əlavə edirəm ki, yəni tək qreçkanı o qədər də, yəni dadlandırmaq üçün əlavə edirəm də bir sözlə. Üzərinə pişəndən sonra üzərinə də qatıq töküb yeyəndə çox dadlı, yəni yeməli olur bir sözlə. Və belə qızlar, ora qədər izlədiyiniz vlog həmən dediyim kimi çoxdan çəkdiyim vlogdur. Görürsüz, yəni heç 7 dəqiqə çəkməmişdim həmən günü. Və buradan vlogun davamı isə yeni gündən çəkdiyim vlogdur. Yəni tam üstündən 10 gün keçəndən sonra çəkmişəm. Və vlogu bu gözəlliklə başlamaq istədim. Yəni bu gülün adı həmişə unuduram qızlar. Demək olar ki, gül sevənlərin çoxsunda var bu bitkidən. İldə deyəsən bir dəfə gül açır. Səhv etmirəsəm, ya 2 dəfə, bir dəfə açır deyəsən. Elə bu da gül açan vaxtıdır. Çox qəşəng, göz oxşayan renkdə gülləri var. Elə dedim, elə bunu da çəkim və videoma davam edim. Və elə həmən günü qızlar burada gəlmişik, baldızımgilə qonaq çağırmışdılar. Qaynanam gəlmişdi. Elə baldızım da zəng elədi ki, siz də gəlin bizə, hamımız bir yerdə olaq, bir arada olaq. Və ondan da 3 gün öncə qaynanam bizə də gəlmişdi. Onda da yəni anidən gəldiyinə görə təlaşlıydım, yəni qaça-qaçda olduğuma görə vlog falan çəkməmişdim. Çünki dediyim kimi qaynanam anidən gəldi. Elə əlim ayağıma dolaşdı ki, tez bazar neysə yemək falan hazırlayayım. Ona görə vlog yada düşmədi. Və burada artıq 3 gün keçib üstündən baldızımgilə gəlib qaynanam, yəni qızıgilə. Elə biz də çağırdılar, gəldik. Düzdür, öncə bizə gəldi qaynanamgil, yəni oğlunun evinə, sonra qızının evinə. Ümumiyyətcə gec-gec gələndi. Sizə dedim ki, aylar idi ki, gəlmirdi. Ən çox biz görürdünüz də vloglarda. Ən çox biz gedib görürdük onları. Artıq o qədər demişdik, demək olar, yəni küskünlüyümüzü bildirirdik ki, sən həmişə biz gəlirik, sən gəlmirsən. Və söz verdi ki, bu dəfə söz verirəm, mən gələcəm sizə. Və öncə bizə gəldi, yəni oğlunun evinə, sonra bura baldızımgilə gəldi, qızının evinə. Çox sevindik təbii ki. Baldızım da sağ olsun bişirib töküb burada fərqli yeməklərdən maması üçün, həm də bizim üçün. Düzdür, 3 gün öncə anamız bizə də gələndə, mən də əlimdən gələni, evdə nə var, ondan bişirib yığmışdım. Amma anidən gəldiyinə görə tam da ürəyimcə qarşılaya bilməmişdim. Belə yerlərdə deyirəm, nə yaxşı ki, buzluğa hazır yeməklər qoyuram. Hazır yeməklərdən çıxartdım, tez bazar bişirdim, yəni yola verdim. Amma baldızım artıq bilirdi də ki, gələcək, rahat-rahat hazırlığını görmüşdü. Neysə ki, anamız elə şeylərə diqqət eləmir. Deyir ki, elə bir yemək qoysanız da o bəsdir, ehtiyac yoxdur çeşid yeməklərə. O elə desə də düzdür, biz amma istəyirik ki, o gələndə qəşəng qarşılayaq onu, çeşidçi, çünki çox gec-gec gəlir, aylarla bir də görürsüz gəlmir. Yəni ona görə istəyirik ki, belə qəşəng qarşılayaq, ürəyimizcə qarşılayaq. Belə neysə qızlar, burada da sağ olsun, süfrələri bol bərəkətli olsun, baldızım qəşəng süfrə açdı, mən də az günc kömək elədim. Yeməkləri falan yığdıq ortaya, oturduq, qəşəng yedik, üstündən qəşəng çay içdik, söhbət, güldük, danışdıq.
Və belə günümüz sona çatdı. Belə yəni videonu siz davam izləməyə davam edin. Mən isə burada şərhimi dayandıram. Bu arada qızlar, səsimdən yəqin ki hiss edirsiniz, çox yorğunam. Montaj etdiyim gün çərşənbə axşamından çərşənbəyə keçən gündür. Yəni çərşənbə axşamı sayılır. Yəni videodan danışmıram. Videonu editlədiyim gündən danışıram. Çox yorğunam, ona görə ki biraz biş-düş elədim. Həm çərşənbə axşamına görə yemək falan, həm şəkər bura paxlavanı həmən günə saldım. Bir sözlə çox yorğunam. Ona görə də səsimə yansıya bilər. Hər kəsdən üzr istəyirəm. Və bayram demişkən, hər kəsin axır çərşənbəsi də mübarək olsun. Novruz bayramı da, qarşıda gələn Novruz bayramımızı, Ramazan bayramımızı da hər kəsin təbrik edirəm. Allah bütün tutduğunuz orucları, etdiyiniz ibadətləri, etdiyiniz duaları, hər birini Allah qəbul eləsin. Bu mübarək, gözəl bayramda Allah hər kəsin evinə bolluq, bərəkətlik gətirsin. Qəlbinizə huzur gətirsin. Sevdiklərinizlə bir yerdə neçə belə gözəl bayramlara çıxasınız. Hər zaman sağlam, xoşbəxt, bəxtəvər, bolluq içində yaşayasınız inşallah. Bayram sevinciniz heç vaxt azalmasın. Hər gününüz bayram kimi keçsin. Həyatınız hər zaman işıqlı, uğurlu, rəngarəng olsun inşallah. Neçə belə gözəl illərə, bayramlara çıxasınız mənim əzizlərim. Öpürəm, hər birinizi bağrıma basıram. Bir daha bayramınız mübarək olsun. Mən belə qızlar şərhimi burada dayandırım. Çünki həm yorucudur, səsim hiss edirəm. Sizi də yormayım, özümü də yormayım. Və şərhimi burada sonlandırıb sizinlə sağollaşmaq istəyirəm. Sona qədər videomu səbirlə izləyən hər kəsə öz təşəkkürümü bildirirəm. İzlədiyiniz üçün, dəstək olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vlogda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Mən gedim, qızlar, siz izləməyə davam edin. Öpdüm hər birinizi.